Xalid, asma xəstələrinin və digər xəstələrin tənəffüsünü yüngülləşdirmək üçün istifadə edilən aerozol oruc tutanın orucunu batil edirmi? Əgər o aerozolun daxilində olan maddəsi qida borusuna daxil olmayıb, nəfəs borusuna daxil olarsa, bu zaman oruc düzgündür, yəni batil olmaz. Və hətta bu mövzuda həmin şəxs şəkk etsə ki, nəfəs borusuna daxil oldu yoxsa yox, bu zamanda heç problem yoxdur, orucunuz düzgündür. Ramazan ayında üzürlü və ya üzürsüz oruc tutmayanlara istər restoranlarda və ya istər evlərdə yemək vermək, əgər mübarək ayın hörmətini pozmağa səbəb olmazsa icazəlidirmi? Oruc tutmaqda üzürlü olanlara yemək vermək icazəlidir. Lakin başqaları üçün ehtiyat vacibi əsasən icazəli deyil. Yalan nisbət verməyin hökmü nədir? Uca Allaha, onun peyğəmbərinə və peyğəmbərin haqq canişinlərinə yalan nisbət vermək, yəni onların adından yalan danışmaq ehtiyat vacibi əsasən orucu batil edir. Və hətta burada diqqətə alınmalı bir mövzu da var ki, ehtiyat müstəhəb, yəni yaxşı olar ki, insan digər peyğəmbərlərə və vəsilərə də bu hökmü şamil etsin. İstər dünyəvi məsələ olsun, istərsə də dini məsələ. Bu mövzuda fərqi yoxdur.